Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar bilirsiniz ki növbəti lal ördəklərimiz çıxıb. Bugün hem onlardan hem diğer böyük lal ördəyi balalarımızı göstereceğim sizlere. Hem imkan olsa 100 dənə kənd cücələrimizi göstereceğim bu videoda. Neçə dənə ördək balamız çıxdı, necə oldu, neçə günə çıxdı hamısını sizə izah edeceğim bu videoda tekrar. Ama videomuza geçmeden önce sizden tek bir xahişim var ki kanalımıza eğer abone değilse çok xahiş edirəm. Abone olup bildirimleri açın ki video paylaşan kimi sizə bildirim geçsin, xəbəriniz olsun. Bir de like ve yorum atsanız sevinirəm. Demək dostlar, ördəklərimizi göstərim ilk öncə sizə. Baxın, bu ördəklərimizdir. Bilirsiniz ki, bunların erkeği hem ağ erkeği ilə cütləşib bu ördək, hem macar erkeği ilə cütləşib. Ona göre hem ağlı qaralı, hem macar, hem de ağ ördəklər çıxıb bunun altında. Bir de dostlar eğer onu diyeyim ki sizlere isteyen olarsa satdıq lal ördək, isteyen olarsa lal ördək balası. Tabii ki tek bu da değil, bir çıxışımız da olacak 11 gün sonra, 10 gün 11 gün sonra bir çıxışımız yine olacak tekrar. Eğer lal ördək balası isteyen olsa var satdıq, ama çok xahiş edirəm diqqətlə dinləyin. Mən Saat rayonunda yaşayıram, başqa heç bir rayona göndərə bilmirəm. Ya Saatdan gəlib götürə biləm və yaxud da ki Bakıda yaşayan olarsa Bakıya göndəriş edə bilirəm. Ya Bakıdan ya da Saatdan özü gəlib götürə biləm və yaxud da ki maşın göndərə biləm. Nəsə də bir şey istəyən olsa əgər lal ördək balası məndə var. İstəyən olsa biografiyada nömrəm var, oradan götürüb yaza bilər. Demək dostlar 16 tane lal ördək balamız çıxdı. 16 yumurta koymuştuk altına. Maşallah olsun hamısı da çıxdı. Ağ ördəkləri təbii ki sevirəm. Bilirsiniz ki sizlere zaten demiştim. Mən ağ ördəklərin sayını artırmaq istəyirəm. Yəni yerli ördəklərə daha çox meyil salacağım. Nəinki bu macarlara filan. Çünkü yerli ördəklər daha uysaldılar. Necə deyim sizlərə? Məsələn həyətdən kənara çıxmağı filan çox xoşlamırlar. Amma digər macardı, obirlərdi filan, lavandadı filan. Bunlar daha çok gezmeye meyilli olurlar, belə deyim sizlərə. Bunu da müşahidə eləmişəm mən. Gölüm evimin yanı bilirsiniz ki böyük göldü, bir 60 hektarlık filan göldü. En azından bir 50-55 hektar rahat var. Göldü ve diğer gölün diğer tarafındaki qonşuların falan həyətinə keçirlər. Bilirsiniz ki macar erkəyimizi də kəsdim. Təkcə indi yerli ağ erkəyimiz qalıb. İkinci çıxışı ancaq yerli ağ erkəkdən olacaq bütün balalar. Ona göre bu illəri daha çok çalışacağım ki ağ ördəklər saxlayayım. Çünkü mənə çəkiləri arasında çok büyük bir fərq olmur. Məsəl üçün erkəklə yerli ilə bu macarın, lavandanın erkəyin arasında məsələn 1 kilo fərq ola bilər erkəklərin arasında. Fərələr də ki yenə həmçinin uzaqbaşı yarım kilo fərq olur. O da eybi yoxdur. Qoy elə yarım kilo az olsun, amma həyətdən çox gəzməyə getməsinlər də. İndi məsəl üçün o biri erkəyi kəsmişəm. Ağ erkək dişiləri də götürüb həyətdə qalır da. Heç hara getmirlər, gölə getmirlər. Heç özümüzün hazır gölümüz var. Videolarda filan göstermişim canlı yayınlarımızda. Orada qalırlar. Demek dediğim kimi 16 adet lal ördəyimiz çıxdı. Neçə günə çıxdı onu da deyim sizlərə. Uşaqlar digər ördəyimiz 37-ci gün çıxartdı, bitirdi balalarını. 35-ci gün dinlətməyə başladı. Yəni din vurmağa başladılar yumurtalar. 37-ci gün tamamilə çıxdı, bitdi. Bu ördəyimiz isə yenə 35-ci gün artıq demək olar tamamilə bütün hamısı yumurtaların din vurmuşdu. 36-cı gündə çıxardı, bitirdi. Yəni 37-ci günə keçmədi. İndi sizin də ördəkləriniz arasında ola bilər də. Məsələn 35-ci gündə çıxardı bitirən görmüşəm, o da ola bilər. Yay aylarında, isti aylarda bastıranda 34-cü gündə çıxan görmüşəm. Və yaxud da ki 40 günə qədər də bu uzaya da bilər. Yəni narahatçılığa ehtiyac yoxdur. Deyənlər var ki, lal ördəyim hələ də yumurtaya düşmüyor. Uşaqlar bu ayda, bu vaxtda əgər yaşı uyğundursa, məsələn 6 aylığın keçibsə lal ördək və hələ də yumurtaya düşməyiblərsə, yəni bugünkü gündən gedir söhbət. Bugün aprelin 16-sıdır. Mən bugünə olan söhbəti danışıram sizlərə. Əgər hələ də yumurtamayıbsa artıq bu bir tık gecikmə deməkdir. Yəni tam olarak deyim ki, çok gec qaldı, bundan sonra lal ördək olmaz. Xeyr, bunlar yayda da çıxardığında balalar böyüyür. Yəni bu heyvanlar elədir. Amma artıq fikirləşin, məsəl üçün bugün tutaq ki yumurtaya başlayan heyvan ən azından mayın əvvəli qırt yatacaq. Mayın əvvəli də qırt yatan iyunun əvvəli sizlərə bala çıxardacaq. Bu da lal ördək üçün, yəni ilk bala üçün artıq gecikmə deməkdir. Nədən olar bunun gecikməyini, yəni gec yumurtamağının səbəbi nədən ola bilər? Səbəbi
Çox güman ki, yemin zəif vermisiniz, ondan olacaq. Yox, əgər siz düşünürsünüz ki, yemin yox, zəif verməmisiniz, yaxşı vermisiniz, bunda səbəb stres səbəbindən ola bilər. Heyvanları başqa heyvanlarla bir yerə salırsınızsa və yaxud da ki, yerlərinə çox gecə muşaul filan, nə bilim, onları qorxudacaq, hürküdəcək heyvanlar girirsə, bu səbəbdən ola bilər. Amma %80, %90 heyvanlarınızda yem zəifliyi var ki, heyvanlarınızın yumurtaları gecikir. Əgər dediyim kimi 6 ayın, 7 ayın ötübsə heyvan və aprel ayının 16'sında yumurtaya düşməyibsə, orada yəni %80, %90 yem zəifliyidir. Yəni yemin zəif verirsiniz ki, heyvanlar hələ yumurtamayıb. Ola bilər ki, məsələn deyərsiniz ki, indi 5-10 gündə yemini artırmısınız, o heç o sayılmır. Yəni əvvəldəndən yemin yəqin ki, zəif vermisiniz ki, heyvan hələ də yumurtamayıb. Deyənlər var ki, ördəyim yumurtadı, qırt yatmadı. Nədən səbəbi ola bilər? Məndə də oldu. Gördünüz ki, ördəyimin biri xəstələndi, qırt yatmadı. Heyvan xəstələnə bilir, yumurtadan kəsilir, hiss eləyə bilməzsiniz, xəstəliyi ayaq üstə keçirir, xəstəliyi yüngül ola bilər, qırt yatmaz, stres səbəbi ilə ola bilər. Məsələn, mənim ördəyimin bilirsiniz ki, ilk ördəyim yumurtada 8 dənəsini, it girdi yerinə yumurtasından 5 dənəsini yedi, ördək yumurtadan kəsildi, yatmadı. Yəni bu stres səbəbi ilə nəsə və yaxud da ki, yerinə tez-tez heyvan girə bilər və yaxud da ki, yumurtasının yerini dəyişəsiniz, bu səbəblərdən ördəyiniz qırt yatmaya bilər. Lal ördəklərdə belədir. Qırt yatmama ehtimalı var. Bu səbəblərdən ola bilər, yəni qırt yatmama ehtimalı. İndi uşaqlar, mən bu ördəkləri anasına verməyəcəm. Uşaqlar dediyimdə deməyəcəkdim, amma yenə dedim. Xoşunuz gəlmir uşaqlar deməyimdən. Demək dostlar, mən bu ördəyi anasına verməyəcəm. Ördəyi digər ördək balalarımı toyuğa vermişdim ha. Ona verəcəyəm. Bilirsiniz ki, o ördəklərdən də 15 ədəd satmışam. Cəmi 17 ədəd qalıb. Bunu o toyuqlara verəcəm. Amma bir gün ayrı bunları mayalandırıb, qidalandırıb daha sonra o toyuğun yanına verəcəm. Çünki o ördəklər artıq 10 günlükdür. Yəni aralarında gün fərqi olduğu üçün çıxan kimi onların yanına atmıram. Bir gün mayalandırım, rahat ayaqlaşsınlar. Sabah inşallah axşama doğru atacağım o toyuğun yanına, verəcəm o toyuğa. O toyuğu da götürəcək. Apardım ağ ördəklərdən attım yanına, götürdü. Yəni çünki orada da lavanda renk falan vardı. Yəni toyuq unamadı, yəni bilmədi, başa düşmədi. Götürdü balaları. Deyəsiniz ki, ördəyi niyə vermirsiniz? Yenə təkrar edirəm. Ördək balaları götürüb aparır gölə. Göldə itbat olur, qonşunun həyətinə gedir, ora gedir, bura gedir. Ona görə toyuğa verirəm ki, ən azından bir miqdar özünü sağsağandan, qarğadan qoruyacaq dərəcəyə gəlsinlər. Daha sonra gölü örgəşsələr də eybi yoxdur. Ona görə birinci toyuğa verəcəm. İndi balaları sayaq sizlərlə götürək. 2, 4, 6, 8, 10, 12, 14, bu da 16. Burada da ne renkler var uşaqlar? Bunun içində dediyim kimi ağdır, macar rengi var. Məsələn, bunlar bu qaralaqlı olacaq. Bu macar rengi olacaq. İndi ola bilər ki, qarışıq da olsun, ağlı bozlu olsun, o da ola bilər. Bunlardakı ağ olacaq. Bu başının qarası olanlara fikir vermir. Onlar bir müddətdən sonra yetkin tüklərini çıxardanda o qaralar artıq çıxmır, tamamilə ağ olurlar. Belə tamamilə ağ ördəyimiz də var. İndi aparaq bunları yerinə digər ördəklərdə təbii ki sizə göstərəcəyim. Dostlar, gətirdik ördəklərimizi də bura yerləşdirdik bu qutuya. Burada işıqlar da var. İşığa ehtiyac da yoxdur. Hava çünki şükür Allaha ki gündüzlər isti olur. Biraz gecələr sərin olur, amma gecələr yandırmaq lazım olacaq. Qabaqlarına da yumurta falan da vermədim. Birbaşa başlanğıc yem koydum elə. İndi gətirib ora sularını da yerləşdirəcəyim. Dediyim kimi bir gün burada ayaqlaşsınlar. Qatacağım digər böyük ördəklərimizi. İndi keçib onları da sizlərə göstərəcəyim. Deyənlər olacaq ki, indi burada yem qabı qoyular. Uşaqlar, hazır yem qabım var, amma biraz balaca yem qablardan da. Bu ördəklərə də yem qabı elə də sərf eləmir. Çünki bunlar gedirlər suya dimdiklərini basırlar, gəlirlər ağızları yaş-yaş basırlar yem qabına. Yem qabın o içine töküləni yeyəndən sonra axmır yem qabı, donub qalır. Elə bu qıraqları islanır yemlər, donub qalır orada, axmır yem qabı. Ona görə bunlara yem qabıya ehtiyac yoxdur. Bunlara ördəkdir, qazdır. Bunlara belə tavallarda yem qoysuz daha yaxşı olar. Və yaxud da ki, o böyük yem qablarda yem qoymalısınız ki, bir miqdar ən azından balaca vaxt o da böyüyəndə heç onda da yeyə bilməyəcəklər. Ona görə belə açıq qabda qoyuram, o daha yaxşı, daha məqbuldur. Dediyim kimi, istəyən də olsa satmağa hazıram. Yəni sadəcə Bakıda və saatdan gəlib götürənlər olsa bir 10 dənəsini sata bilərəm bunlardan. Plus hələ çıxacaq yenə də bir 20 dənə də satdıq ördəyimiz inşallah ki olacaq.
Bunlar da artıq ilk çıxan lal ördək balalarımızdır. 32 dənə bilirsiniz ki, lal ördəyimiz çıxdı. 15 dənəsini ondan satdıq. 10 dənəsini kətdən istəyən vardı. Ona satmışdım. Sadəcə zəng elədim. Gah bu dedi bu gün gəlib götürürəm, gah sabah gəlib götürürəm. Gah dedi pulunu ataram 1-2 günə göndər bizim evə. Ona görə ümumiyyətlə ona heç vermədim lal ördəyi. Şey elədim. İsteyen oldu Bakıdan diye elə 15 dənəsinin bir qardaş idi, zəng eləmişdi. Sumqayıtdan daha doğrusu gönderdim 20 yanvardan. Getdi, götürdü. 17 dənəsi də özümüzə qaldı. Bunların içində lavanda var, macar var, ağlı qaralı var. Yəni belə hal-hazırda bunların vəziyyətləri. Bu da artıq buraxıram çölə. Gəzirlər dediyim kimi 10 günlükdür, artıq 2-3 gündür. Hava xoş olduqca buraxıram çölə. Gəzirlər. Bunlar artıq özümə qalanlardır. Yenisindən yenə 3-4 dənə istəyən olsa sata bilərəm, onu da deyim, amma qalanların bir çoxunu özümə saxlayacağam. Özəllə lavandaları özümə saxlayacağam. Belə yenə çıxacaq ördək balalarımız. Dediyim kimi Bakıdan və saatdan gəlib götürə bilənlər istəyə bilər, göndərirəm. Burada bizim heyvanlarımızın yeri idi, uşaqlar. Bu 100 dənə kənd cücələrimiz də buraxmışıq, gəlib girirlər burada. Bunun anası elə yaxşı deyil, çöldə bayada gəzdirmir. Yəni bunlar da yazın necədir vəziyyətləri, sizcə yaxşıdırlarmı, yaxşı inkişaf ediblərmi, eləməyiblərmi? Siz də yazın fikirlərinizi bölüşün məndən. Yəni belə videodan balaca böyük görünə bilər, amma yanındakı toyuqdan böyüklüklərini ən azından görə bilərsiniz də. Məsələn, toyuq odur, yanındakı da cücələrdən, ən azından toyuqdan hiss edə bilərsiniz. Və yaxud da ki, daşların ölçüsü standart olur. Daşların ölçüsündən cücənin böyüklüyünü anlaya bilərsiniz, başa düşə bilərsiniz. Belə, bunların da son durumu budur. Vəziyyətləri şükür Allaha ki, yaxşıdır. Təbii ki, arabir bunlara pensirenli su, oksitetraskirenli su verirəm. Bir də ki, uşaqlar, bir şey sizlərə, dostlar, uşaqlar yox, sizlərə bir şey demək istəyirəm ki, yəni mən baytar deyiləm. Mən də sizin kimi fərdi təsərrüfatla məşğulam. Mən də sizin kimi baxıram. Təbii ki, sizin bacardığınız qədər suallarınıza cavab verməyə çalışıram ki, bugündən sonra da suallarınıza cavab verməyə çalışacağım. Yəni bacardığım qədər, bildiyim qədər suallarınıza cavab verməyə çalışıram. Sadəcə mənə məsəl üçün yazırlar ki, cücəm büzüşüb ona nə verim? Mən baytar deyiləm. Və yaxud da ki, baytar belə olsam, cücəm büzüşürün məndə bir açıqlaması yoxdur axı. Heç baytara da desəz ki, cücəm büzüşüb nə verim? Valla bir çoxu onu da bilməyəcək. Çünki siz cücəm büzüşüb yanında mənə izah eləməlisiniz ki, onun nəticəsi necədir, onun saxlanma şəraiti necədir. Yəni mən bunları bilmədən sizə cücəm büzüşübə nə dərman deyə bilərəm axı. Yəni çox məntiqsiz gəlir mənə. Və yaxud da ki, məsələn, sual verirlər ki, 10 günlük cücəm var, çölə buraxsam olar. Mən sizin hansı rayonda yaşadığınızı bilmirəm, oranın hava temperaturunu bilmirəm, sizin həyətinizin şəraitini bilmirəm. Bəlkə havanın temperaturu yaxşıdır, sən həyətini yeni sulamısan, həyətinin yeri yaşlı, soyuqdur, cücənin ayağı soyuq tutacaq. Yəni bir sual da verəndə bir şey demirəm. Əslində yəni deyirsiniz ki, egolu davranır və yaxud da ki, özün yuxarıdan aparır. Yəni elə bir şey deyil. Amma sual da verəndə bir məntiqlə fikirləşmək lazımdır ki, bu insan bunun cavabını mənə necə deyə bilər? Cücəm büzüşür, bilmirəm. Cücəmin qarnı ağrıyır, neyniyim? Yəni özdə bəzən daimi izləyicilərim sual verəndə ki, cücəmin qarnı ağrıyır, neyniyim? Mənə biraz gülməli gəlir ki, yəni bu insan mənim hər videoma yorum yazır. Bu o deməkdir ki, mənim hər videomu izləyir. Mən də hər videomda qeyd edirəm ki, cücəmin qarnı ağrıyanda pensilinli su, oksitetraskirenli su, əgər böyüdüsə, sirkəli su verirəm. Yəni bunu əgər mənim daimi izləyicim bilmirsə, mənə təkrar sual verirsə, demək ki, bu mənim videolarımı ümumiyyətlə izləməyib. Dediyim kimi, yəni cücənin yaşını demədən soruşursunuz ki, məsələn, oksitetraskireni neçə litr suya neçə ədəd qatım. Mənə heyvanın aylığını, gününü demədən mən sizə nə deyə bilərəm? Məsəl üçün, mən bir günlük cücəyə ayrı dozada verirəm, 2 aylıq cücəyə ayrı dozada verirəm. Bu tip suallara verərkən biraz diqqət yetirsəz sevinərəm. Bir də ki, bunu qəbulləyin ki, mən baytar deyiləm, mən professional insan deyiləm. Mən də sizin kimi fərdi təsərrüfatla məşğulam. Öz heyvanımı, məsələn, mən baxıram, görürəm ki, cücəmin qarnı ağ gedir, çox mu gedir, az mı gedir, haçandan belə gedir. Məsəl üçün, mən bu soyuğa mı vermişəm, bu soyuqdan mı belədir, yoxsa hansı yoluxucu bir xəstəliyimi gəlib artıq cücəmə. Mən bunları bilirəm, ona görə tədbir görürəm. Amma sizin heyvanınızın saxlama şəraitin, saxlama temperaturun, hansı rayonda saxlayırsınız, hansı yemlə saxlayırsınız bilmədiyim üçün mən sizlərə çox məsləhət verə bilmirəm. Ona görə xahiş edirəm sizdən, mənə sual verərkən bu tip şeylərə diqqət edin ki,
Mən də utanıram ki, Aydın elə hamı nə soruşur deyirəm ki, bilmirəm. Axı orada uzun uzadı hamınıza da izah eləyə bilmirəm ki, bir videomun altına məsəl üçün 50 dənə yorum gəlir. Və yaxud da ki, mən bu günə qədər məsəl üçün paylaşmışam orada 50 video. O hər gün hansısa videoma mütləq yorum gəlir. Hər gün də hamısına o sual verəndən bir izah eləyə bilmirəm ki, budur. Ona görə sizlərə bu video vasitəsilə deyirəm ki, sual verərkən mənə ya hər şeyi açıq şəkildə mənə deyin. Düzənə şəklin videosunu mənə WhatsApp-dan göndərin ki, mən sizə kömək edə bilim. Ya da ki, o tip sualları xahiş edirəm, mənə verməyin ki, mən də qalmayım belə ki, aydın cavab verə bilmədim və yaxud da ki, nəsə. Təşəkkür edirəm izlədiyiniz üçün. Biraz başınızı ağrıtdım, üzrü sayın. Like atıb yorum yazanlara indidən təşəkkür edirəm. Çox sağ olun, var olun.